Salam müəllimlər, bugünkü mövzumuz sorğu və araşdırma əsaslı təlimdir. Baxın, Albert Einstein'in belə bir ifadəsi vardır ki, mənim heç bir istedadım, xüsusi bir istedadım yoxdur. Sadəcə çox güclü maraq hissim var. Bu o deməkdir ki, şagirdləri təlimə cəlb etməzdən əvvəl biz onlarda bir maraq yaratmalıyıq. Təbii maraq hissi sual doğurur, suallar isə bizi cavab axtarmağa sövq edir. Yəni sizdən sorğu və araşdırma əsaslı təlim soruşulanda hardasa bilin ki, burada maraq axtarma, maraqdan söhbət gedir. Yəni maraq varsa suallar yaranacaq. Axtarışa başlayacağıq. Bu axtarış bizdə yeni bilik və bacarıqları əldə etməyə, beləliklə dünyanı dərk etməyə yönəlik olacaqdır. İntellektual maraq ilə öyrənməni uzlaşdıran sorğu və araşdırma əsaslı təlim elmi metodun tədris prosesinə uyğunlaşdırılmış modelidir. Yəni ki, şagirdlər öyrənmə prosesində sual vermək, fərziyyə irəli sürmək, müşahidə etmək, araşdırma aparmaq, nəticə çıxarmaq və nəticəni yoxlamaqla araşdırma xarakterli fəaliyyətə cəlb olunurlar. Bu fəaliyyət özlüyündə müxtəlif bacarıqları, yəni ünsiyyət, şifahi, yazılı şifahi ünsiyyət təqdim etmə, problem həll etmə, dəyərləndirmə, idarə etmə, komanda birliyi, əməkdaşlıq kimi prosesləri inkişaf etdirməyə imkan yaradır. Yəni bu modeldə şagird mərkəzli bir modeldir, yanaşmadır. Yəni şagirdlər informasiyanı pasiv şəkildə qəbul etməkdən daha çox elmi məlumatın birbaşa şagirdin iştirakı ilə araşdırmasını nəzərdə tuturlar. Şagirdlərin ilkin bilik və təsəvvürlərindən başlayaraq onları suala doğru, yəni cavab tapmaq üçün fəaliyyətlərə sövq edən bir yanaşmadır. Sorğu və araşdırma əsaslı öyrənmə ilə bağlı tədqiqatları ümumiləşdirəndə öyrənmə prosesi kimi onun əsas komponentlərini belə sadalamaq olar. Yönləndirmə, əsas sualın qoyulması və hipotez, fərziyyə irəli sürülməsi. Deməli, birinci yönləndirmə olur, şagirdi yönləndiririk, maraq oyadırıq. Sonra əsas sual qoyulur, fərziyyələr irəli sürülür, araşdırma aparılır, nəticə, müzakirə. Dərs şagirdlərin məqsədə yönləndirmə ilə başlar. Yəni ki, ilkin addımda şagirdlərin diqqət və marağını cəlb etmək məqsədi ilə onları müxtəlif metodlardan istifadə etməklə mövzu açılır. Mövzu ilə əlaqədar deyək ki, qrafik, video və s. göstərilir. Yəni şagirdlərdə maraq oyatmaq lazımdır ki, prosesə cəlb edilsinlər. Situasiya bağlı şagirddə maneəni dəf etmək istəyi formalaşdırılır. Yönləndirmə mərhələsi üçün yaradılan mühiti müəllim təqdim etməklə şagirdlərdən fikir soruşmaqla təşkil edir. Beləliklə şagirdlərin öyrənmə, araşdırma marağı aktivləşir. Növbəti addım sual vermə idi. Əsas sualın qoyulması, yəni fərziyyənin irəli sürülməsi idi. Bu mərhələdə qoyulan problemi bir anlayış kimi nəzərdən keçirməyi, onu konseptual olaraq anlamağı hədəfləyir. Bu addımda anlayış, konsept haqqında sual doğuran məqam ortaya qoyulur və ona uyğun olaraq fərziyyələr irəli sürülür. Məqsəd şagirdləri əsas suala və yoxlamalı olan fərziyyəyə, hipotezə yönəltməkdir. Mərhələnin məntiqi davamı kimi araşdırma, yəni təhqiqat fəaliyyəti başlayır. Qoyulan suala və ya irəli sürülən hipotezə cavab tapmaq üçün şagirdin marağı hərəkətə, fəaliyyətə çevrilir. Araşdırma sualı əsasında sistemli şəkildə araşdırma və təcrübə aparılır. Datalar toplanılır, əldə edilənlərə səbəb-nəticə əlaqələri müəyyənləşdirilir, analiz edilir. Yəni sualın cavabının tapılmasına, fərziyyənin yoxlanmasına və yeni biliklərin sintez edilməsinə proses gətirib çıxarır. Bu mərhələ ən məsuliyyətli mərhələdir. Vaxt və resurslardan burada düzgün istifadə etmək üçün dəqiq planlaşdırma aparmaq lazımdır. Resurslar öncədən hazırlanmalı və istifadə təlimatlarının tərtib edilməsi lazımdır. Növbəti addım nəticənin ortaya qoyulmasıdır. Burada əvvəldə qoyulan sual və fikir araşdırma ilə əldə edilən nəticələr bir-biri ilə qarşılaşdırılır. Fikir versək, bütün addımlar arasında keçid yoxdur, biri digərinin davamıdır. Hər hansı addımın yekunu ilə növbəti addımın başlanğıcı oxşarlıq təşkil edir. Sonda araşdırmadan əldə edilən nəticələr başqalarına təqdim edilir və müzakirə təşkil olunur. Axırda refleksiya ilə tamamlanır.
Bütün proses və ya onun hansısa hissəsi tənqid edilir, qiymətləndirilir. Müzakirə mərhələsi sonunda vurğulansa da, əslində bütün proses boyunda, yəni müzakirə mərhələsi davam edir. Sorğu və araşdırma əsaslı öyrənməni sadə bir nümunə ilə də izah edək. Deyir ki, müxtəlif otaqlarda eyni gündə, eyni torpaqda, eyni növdə, yəni biologiyaya aid bir misaldır. Eyni növdə əkilmiş iki bitkini birinin inkişafı görürlər ki, digərindən fərqlidir. Yəni A bitkisi B bitkisindən daha yaxşı inkişaf edib. Niyə? Nə səbəbə? Şagirdlər bilir ki, bitkinin böyüməsi üçün suya ehtiyac var. Yəni eyni vaxtda, eyni miqdarda su verirlər. Bitkilər arasında inkişaf fərqinin başqa səbəbdən qaynaqlandığına baxırlar ki, yəni bu hardan qaynaqlanır ki, A bitkisi B bitkisindən daha yaxşı inkişaf edib. Sudan başqa biz bilirik ki, bir canlıların inkişaf etməsi üçün işıq, temperatur, su, yəni bunlar hamısı birlikdə vəhdət təşkil edir. Sonra onlar bitkilərin olduğu otaqlarda temperaturu ölçürlər. Yəni görürlər ki, həqiqətən də gün şüası yaxşı düşən yerdə, gün işığı olan yerdə bitki daha yaxşı boyatıbdır. Aparılan təcrübə əsasında məlum olur ki, gün ərzində A bitkisi B bitkisindən 3 saat daha çox günəş enerjisi qəbul edir. Eksperimentin nəticəsi olaraq şagirdlər qeyd edirlər ki, su, temperatur və işıq bitkinin inkişafına təsir göstərən amillərdir. Bu üç faktordan hər hansı birinin fərqli olması bitkilərin inkişafında müxtəlif cür təzahür etdiyi müəyyən olunur. Şagirdlər qoyulan sualın cavabını səmərəli bir təcrübə ilə tapırlar və prosesi əldə etdikləri nəticə ilə təqdim edirlər. Elmi metodun tətbiqi ilə həyata keçirilən bu proses konseptual, yəni ümumi öyrənmə üçün əlverişlidir. Şagirdlər hansısa faktları əzbərləmir, yenidən o məlumatları, təcrübələrini sınaqdan keçirirlər. Burada həm deduktiv, həm də induktiv yanaşma istifadə olunur. Yəni şagirdlər öncə olaraq ümumi prinsiplə tanış olurlar, sonra xüsusi prinsipə gəlirlər, daha sonra həmin məlumatların bitkilərin inkişafında rolunu nəzərdən keçirirlər. Yəni təcrübə olaraq nümunələrdən ümumi prinsipə doğru nəticəyə gəlirlər. Belə bir fəaliyyət hər hansı biliyin formalaşması ilə yanaşı bir çox bacarıqların inkişafına zəmin yaradır. Bəlkə əldə edilən bilik hər zaman, hər yerdə, hər kəs üçün gərəkli olmaya bilər, amma tənqidi düşüncə, problem həll etmə, əməkdaşlıq, ünsiyyət, təqdimat kimi bacarıqlar hər zaman həyatın istənilən sferasında hər kəs üçün zəruridir. Yəni biri olmayanda bütün bacarıqlar bu o deməkdir ki, yəni bütün bacarıqlar kompleks bacarıqlardır. Yəni onlardan biri olmayanda biri mümkün deyil. Sorğu və araşdırma əsaslı təlimdə müəllimlər 5Y modelindən istifadə olunur. İndi sizə onların mərhələlərini qeyd edəcəyik. Maraq oyatma. Yəni bu mərhələdə şagirdlərə tanış olan bir situasiyadan istifadə edərək suallar verilir, müzakirə dəvət olunur. Yəni burada məqsəd şagirdlərin köhnə bilikləri ilə dərsin təlim nəticələri arasında əlaqə qurmaqdır, mövzuya maraq oyatmaqdır. Bunun üçün şagirdləri tədqiqata sövq etməkdir. Yəni onlar arasında müvafiq suallar əsasında situasiya ilə öyrənəcəkləri anlayışlar arasında körpü yaradılır. Araşdırma, yəni burada araşdırma mərhələsində şagirdlər fəaliyyətlərdə iştirak edir, nəticələr müzakirə edilir, konkret nəticələrdən daha ümumi anlayışa keçid üçün hazırlıqlı olurlar. İzah etmə nədir? Bu mərhələdə müəllim şagirdlərin fəaliyyət mərhələsində əldə etdikləri bilikləri ümumiləşdirir. Təlim nəticələrində nəzərdə tutulan anlayış, termin və qanun uyğunluqları birbaşa təqdim edirlər. Möhkəmləndirmə nədir? Əvvəlki mərhələnin davamı olaraq dərinləşmə mərhələsində müəllim yeni misallar, nümunələr təqdim edir. Anlayışın tətbiq olunduğu əhatə dairəsi genişləndirilir. Qiymətləndirmə nədir? Sonuncu mərhələdə şagirdlərin öyrəndikləri qiymətləndirilir, təlim nəticələri üzrə əldə etdiyi nəticələr dəyərləndirilir. Müəllim tərəfindən tapşırıq vermə vasitəsilə qiymətləndirmə meyarlarına əsasən şagirdin özünü qiymətləndirməsi şəklində aparıla bilər. Nəzərə almaq lazımdır ki, sorğu və araşdırma əsaslı təlim təkcə eksperimental yolla deyil, eyni zamanda mənbələr üzərindən araşdırma etməklə də həyata keçirilə bilər. Yəni burada təkcə təbiət fənlərindən deyil, digər fənlərin də tətbiq edilməsi mümkündür. Sorğu və araşdırma əsaslı öyrənmənin müsbət cəhətləri nədir müəllimlər? Baxaq.
Müsbət cəhətləri deyir, öyrənmə prosesi şagirdlərə daha maraqlı, mənalı gəlir. Şagirdlər cəlb olunduqları fəaliyyətlərdə təcrübi bacarıqlar əldə edirlər. Biliklərin dərinləşməsi, uzunmüddətli yaddaş ötürülməsinə imkan yaranır. Şagirdlərin inkişafı daha açıq müşahidə edilir. Şagirdlərdə müxtəlif bacarıqlar, komanda ilə işləmə, yazılı, şifahi ünsiyyəti təqdim etmə, problem həll etmə, dəyərləndirmə mərhələləri inkişaf edir. Hər nə qədər sorğu və araşdırma əsaslı öyrənmə şagird mərkəzli təlim modeli olsa da, müəllimin rolu və funksiyası olduqca burada da həlledicidir. Yəni, öyrənmənin baş verməsi və prosesin düzgün istiqamətləndirməsi də müəllimin fasilitasiya bacarığının səriştəsindən və yerində müdaxilə etməsindən çox asılıdır. İndi müəllimin funksiyalarına baxaq burada. Mövzuya giriş üçün şagirdlərin diqqətini çəkmək və onları araşdırmaya sövq edəcək sual qoymaq və situasiyanı təsvir etmək, qeyd edilən sual və problem ətrafında şagirdləri müzakirəyə, dialoqa təşviq etmək, müzakirələri diqqətlə izləmək və yanlış mühazirələri qeyd etməmək, eyni zamanda onların daha yaxşı anlaması üçün əlavə informasiya ilə təmin etmək, öyrənməni mənalı etmək üçün şagirdlərin mövcud təcrübələrindən istifadə etmək.